4 sm olan 3 ədəd metal kürəni əridərək hündürlüyü 4 sm olan silindr formasındakı 2 eyni qaba tökdülər. Bu zaman qablar tam doldu və artıq ərinti qalmadı. Silindr formasındakı qabların oturacaqlarının radiusunu tapın. 3 ədəd kürədir və kürənin həcmi 3 vurulsun 3-də 4 pi r kubu. R kubu r-də 4-dür, 4-ün kubu. 3-lər ixtisar gedir. 4 üstü 4 eləyir 256 pi. Bu 3 dənə kürənin, metal kürənin həcmi və 2 dənə hündürlüyü 4 olan silindr formasındakı qablara töküləcək. Deməli 256 pi-ni yarı bölək 128 pi. Silindr formalı qabın həcmi də V bərabərdir. S oturacaq vurulsun H-dır. Yəni burada da alınır oturacağın sahəsini bilməsəydik pi r kvadratı yazaq bura. Pi r kvadratı vurulsun hündürlük 4-dür. Bu da bərabər olmalıdır 128 pi-yə. Deməli 128 pi bərabərdir 4 pi r kvadratı. Pi-lər getdi. 128-də 4-ə böldükdə 32 r kvadrat bərabərdir 32-dirsə, deməli r də bərabərdir kök altda 32-yə. O da bərabərdir 16 vur 2 kimi yazsaq 4 kök altında 2. Deməli radius olur 4 kök altda 2.